Bugünkü mövzumuz 9-cu sinif ingilis dili kiçik summativ cümlələndirmə nümunəsi 4. Choose a correct definition to the word regular. Regular sözünün, yəni müntəzəm sözünün düzgün açılışı nə isə müntəzəm tez-tez olaraq etmək və ya tez-tez baş verən bir şey. A variantı yəni. Choose a correct word. An idea or a thought about something. Neysə haqqında bir fikrinin olması. Yəni concept, anlayış. Choose a synonym to the word to take place. Take place yəni baş vermək. Baş vermək də happen'dır. Bu cür tapşırıqları yaza bilmək üçün yaxşı söz bazası lazımdır. Daha sonra choose a correct line of the derivative. Nouns yəni ki, düzəltmə isimlərin siyahısını istəyir, sırasını yəni. Backpack deməli mürəkkəbdir. Control module mürəkkəbdir. Coast goal sadədir. Humanity bəli insanlıq. Settlement qəsəbə bəli bu düzəltmə isimlərdir bu sırada olanlar. Amma D variantında equipment düzəltmədir, crew isə sadədir, isolation düzəltmədir, wonder isə sadədir. Choose a correct word in the given sentence. Verilmiş sözdə, cümlədə düzgün sözü seçin. Plant can make you sick if you eat it. Sən deyir, əgər yesən xəstələndirə bilər. İnanılmaz ola bilməz. Breathable, nəfəs ala bilən yox. Bu, bəli. Poisonous, yəni zəhərli. Put the words in the correct order and make up a sentence. Sözlər düzgün sırayla qoyub. Deməli, cümlə düzəldin. Sual cümləsidir. Axırında sual var. Sonra is var. Baxırıq. Deməli, başlayır cümlə is ilə. Yazaq. Is sonra earth yəni 4'ü yazıram belə rəqəmlərlə yazım. Belə olmalıdır 1 4 is earth sonra 5 the only planet 7 with 8 liquid water 2 water 9 in 3 hour 10 solar 6 11 bax belə olmalı. Görək hansı uyğundur? 1 4 5 7 8 2 9 3 10 11 6 B variantı uyğundur, amma B variantında səhv var uşaqlar. Çünki system solar deyil ki, o ifadə solar systemdir. Yəni 6 11 olmalıdır, səhv eləyiblər, nəysə. Orada siz belə öz variantınızı qeyd edib və ya cümləni bütöv yazaraq da mənimə bildirə bilərsiniz ki, yəni testin özündə nəysə səhv var. It's very hard for an astronaut to cope with the stress. To cope for with və in. Choose a correct verb in the passive voice. Deməli deyir, məchul növdə düzgün feili seçin. Everyday olduğuna görə indiki sadə zamanın məchulu əmizar üstə gəl. Feil sifəti ki is baked. Sonra the book is keçmiş deməli 2025-ci ildən əvvəlki illər üçün hal-hazırda ki indi 2025-ci ildə olduğumuza görə deyirəm. Əvvəlki illər verilibsə belə biz keçmiş sadə zamanı götürəcəyik. Is written. Uşaqlar deyəcək, ay müəllim xəttiniz nə bilim nə. Uşaqlar telefonda yazıram bu dəfə. In yellow soon tezliklə
Sən demə videonu dayandırmışammış. Deməli uşaqlar, bilməm harada qalmışdı. The police arrested the suspect last night. The suspect was arrested last night. Cümlənin tamamlığını gətirib buyruq mübtəda eləyirik. Məchul növə çevirmək üçün. Sonra zaman deməli xəbərə baxırıq. Keçmiş sadə zamanda işləndiyinə görə was arrested last night olur. İndi deyir ki, read the passage and answer the questions. Mətni oxuyun və suallara cavab verin. Biz deməli mətni oxumadan da suallara cavab verməyi bilməliyik. Necə olur bu? Birinci suallara baxırıq. Sualda bizdən nə istəyir? Daha sonra isə mətnin içindən suallara cavabı seçirik. Bu vaxta qənaət üçün lazımdır belə eləyə bilmək. Aha. Deməli baxırıq cümlələrə ümumi. Space ilə başlayıb cümlə. Daha sonra solar system haqqında məlumat verir və solar sistemdə olan planetlər haqqında, məsələn Marsın yerləşməsi və s. Yer kürəsinin yerləşməsi və s. Ona görə solar system ən doğru variantdır. Complete the sentence. Space is home to planets. Baxın bu cümlədə. Stars. Bu cümlə ilə tamamlayırsınız. Galaxies and many unknown objects. Yəni həmin it is-dən başqa. Space is home to buradan bura kimi. Bu ikinci cümlənin cavabıdır. Bunun. Sonra which option is not given in the text. Hə, bunun üçün mətni oxumaq lazımdır ki, görək hansı variant verilməyib. Astronauts travel to space with a rocket. Earth is the only planet to have life. Space, science studies space to learn more about the universe and our place in it. The solar system. Earth is the third planet from the place with life. Görürsünüz, uşaqlar. Burada bu cümlədə deyir ki, Günəşdən üçüncü yerdə yerləşir və the only planet with life. Həyat olan yeganə planetdir. Deməli, bu barədə məlumat var. Ona görə B variantı deyil, A variantıdır. The solar system consists of the sun. Deməli, yəni bu barədə məlumat yoxdur ki, astronavtlar deməli raketlə kosmosa uçur. Bu barədə məlumat yoxdur. Choose the synonym to the word huge. Huge sözünə sinonim axtarın. Gəlin axtaraq. Mətndə elə baxın vast sözü. Buraya yazıram vast. Bu söz deməli huge sözünə sinonimdir. Və bu videoluq bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.